Salam seyirli Xalat izləyiciləri, artıq 11-ci bölümdəyik. Qonağımız Jalə Nəsibova, genetik mütəxəssis. Salam. Xoş gəlmiş Jalə xanım. Xoş gördük. Jalə xanım, son dönəmlər genetikamız, genetik analizlər geniş yayılmış bir teoriyadır, belə deyək. İnsanlar arasında, sosial mediada, internet resurslarında biz tez-tez görürük. Nədir bu genetika? Genetikamız nədir? Genetikamız bizə nə kimi məlumatlar verir deyə düşünsək, genetikamız bizə bizim hardan gəldiyimiz haqqında da müəyyən məlumat verir. İlk öncə biz bilirik ki, ümumiyyətlə anamız və bir insan 46 xromosoma sahibdir və 46 xromosomun deməli 23-ü anamızdan, 23-ü atamızdan gəlir. Nəticə etibarilə biz nəsillər boyu geri getsək, hər birində 23-ü anadan, 23-ü atadan gəlir və biz ulu babalarımızdan gələn müəyyən genlərə sahib olmuş oluruq və bu genlərdə nəticə etibarilə onlardan gələn müəyyən xəstəlikləri heterozigot, homozigot şəkildə daşımış oluruq. Yəni bəlkə də fizioloji olaraq onu göstərmirik, ancaq daşıyırıq. Və nəticə etibarilə bizə ulu babalarımız haqqında belə məlumatı vermə xüsusiyyətinə malikdir. Nə xəstəliklər daşıdığımızı, nə kimi xüsusiyyətlərə malik olduğumuzu, eyni zamanda bu qədər insanların bir-birlərindən necə olur ki, bu qədər fərqli ola bildiyi haqqında məlumatları bizə vermə xüsusiyyətinə malikdir. Jalə xanım, dediniz ki, bir insan formalaşmasında 46 xromosom olur və 23 anadan, 23 atadan gəlir. Bu xromosomlarda problem olduğu zamanmı biz xəstə doğulmuş oluruq və ya gələcəkdə xəstələnmiş oluruq? Xromosomda bu cür problemlərin olması təbii ki, Pata sindromudur, Down sindromu bu cür uşaqların, bu cür insanların doğulmasına gətirib çıxarda bilir. Ancaq məndə bir xəstəlik varsa, bu o deməkdir ki, genetik xəstəlik varsa, irsi gələn genetik xəstəlik və ya varsa, bu o deməkdir ki, mütləq mənim xromosomumda problem var. Bu o demək deyil. Xromosomal yanaşma fərqlidir. Daha molekulyar DNT səviyyəsində və yaxud da RNT səviyyəsində yanaşma biraz fərqlidir. Xromosomda baş verən patologiyalar irsi olaraq ötürülmə kimi buna çox da yanaşılmır. Bunlar daha çox yəni yeni ana bətnində olan zaman sırf o uşağa əsas olaraq əmələ gəlmiş ola bilər daha çox vaxt və təbii ki, burada müəyyən faktorlar da rol oynayır. Ancaq gen mutasiyaları fərqlidir. Gen mutasiyaları təbii ki, irsi olaraq anadan, atadan, ulu nənədən, babadan ötürülə biləcək xəstəliklər kateqoriyasına daxildir və biz deyə bilmərik ki, məndə bir xəstəlik var, xromosomda problem var. Biz daha çox fokuslanırıq. Məndə bir xəstəlik varsa, genimdə daha çox problem var. Çünki mən sağlam olaraq hazırki yaşıma qədər gəlib çıxmışam. Xromosomumda problem ola bilməzmi? Təbii ki, ola bilər. Müəyyən xəstəliklər var ki, xromosomla əlaqəlidir, xromosomla ilişiklidir. Bu başqa bir mövzudur, bu toxunacağımız başqa hissələrdir. Bəs genetik analizlər niyə bu qədər önəmlidir? Genetik analizlər fərqi yoxdur. İstər ailə planlaması olsun, istər ailə planlaması olmasın. Hər birimiz öz genlərimiz haqqında müəyyən məlumata sahib olmalıyıq ki, bu bizi müəyyən mərhələdə, müəyyən addımlar atan zaman və ya gələcəklə bağlı ilə ailə planlaması edilən zaman daha doğru seçimlər etmək və ya daha sonraki mərhələlərdə yolu necə izləyəcəyimizi müəyyənləşdirmə imkanı verəcək. Məsələn, xromosomlarımızın normal karyotip analizi verib, normal karyotipə malik olmağımızı bilmək, xromosomlarımızda bir problemin olmaması artıq gələcəklə bağlı xromosomal bir problemin çox da gözlənilmədiyi ehtimalını ən azından mənə məlumatını verəcək. Hər hansı bir translokasiyam yoxdur və nəticə etibarilə bu translokasiyadan dolayı hər hansı bir erkən düşük, məsələn, qadın olaraq erkən düşük və ya övladında translokasiyadan dolayı hər hansı bir xromosom patologiyasının əmələ gəlməsi kimi məsələlərin qarşısı alınmış olur. Çünki məlumatlı olursan, məlumatlı olduğun üçün də bu məlumatları həkimə verərək artıq o planlama, ailə uşaq planlaması həyata keçirilir. Bəli, həkimini məlumatlandıra bilirsən öncədən. Və ya digər testlər, məsələn, genetik testlər veririksə, müəyyən daşıyıcılıq testləri və yaxud da biz genlərimizdə hər hansı bir müəyyən belə deyim, gen mutasiyaları varmı, yoxmu, bunu müəyyənləşdirmək üçün verilən testlər var ki, bu mutasiyaların da müəyyənləşdirilməsi ən azından məndə heterozigotdurmu, homozigotdurmu? Homozigotdursa nə kimi simptomlara gətirib çıxardacaq? Heterozigotdursa nələrə gətirib çıxardacaq? Bunu müəyyənləşdirmə imkanı verir. Heterozigot olması bizim hər bir genimiz 2 alleldən ibarətdir. Bunun birində mutasiya var, birində yoxdur deməkdir və bu halda əgər resessiv xəstəlikdirsə, bu zaman mən heç bir simptom göstərmirəm. Çünki digər sağlam olan allelim mənim bütün həyati funksiyalarımı həyata keçirməyi təmin edə bilir. Ancaq homozigotda hər ikisi mutasiyalı olduğuna görə onun ekspresiya məhsulu dəyişir. Bu da həmin o genin həyata keçirəcəyi, daha doğrusu o genin funksiyasının
belə deyim, bloklanmasına gətirib çıxardır. Bu təbii ki, həyati funksiyalarıma gətirib təsir edir. Biz bunun qarşısını ala bilərikmi? Müəyyən xəstəliklər var ki, bəzi xəstəliklərdə baxmayaraq ki, o xəstəliyin bütün simptomlarına sahibsən, əvvəlcədən məlumatlı olmaq, müəyyən müalicə, terapiyalara məruz qalmaqla həyat keyfiyyətini yüksəldərək nəticə etibarilə normal insan kimi ömrünü davam etdirmə imkanı verir. Ancaq bəzi hallarda təbii ki, indi texnologiya da inkişaf edir, bu istiqamətdə elm də inkişaf edir. Bəzi xəstəliklər var ki, təbii ki, onların müalicəsi istiqamətində heç bir yol və müalicə metodu yoxdur. Sadəcə maksimum dərəcədə onun həyat fəaliyyətini normallaşdırıb yaşaya bildiyi qədər yaşamasını təmin etməyə çalışırlar. Ancaq elmin inkişafı, yəni açıq qapıdır, bəli, ümid yaradır ki, gələcəkdə daha yaxşı olacaq. Daha yaxşı nəticələr əldə olunsun. Bu müxtəlif genetik analizlərdən, mutasiyalardan, xromosomlardan danışdınız. Bu siz də yəqin ki bilirsiniz ki, iyun ayının 1-dən artıq ölkəmizdə qohum evliliyi, birinci dərəcəli qohum evliliyi artıq yəni ləğv olur, qadağan edilir. Bu indiyə qədər hansı problemlərə gətirib çıxarırdı qohum evliliyi? Azərbaycanda bu cür qohum evliliklərinin olması bizim ilk öncə gen hovuzumuzun daralmasına gətirib çıxartmışdı və bu genetik müxtəlifliyimizin azalmasına gətirib çıxarmışdı ki, bu da müxtəlif resessiv xarakterli olan xəstəliklərin daha geniş yayılmasına səbəb olur. Hansı ki, hətta dünya üzrə bəzi nadir xəstəliklər qrupuna daxil olan xəstəlik, məsələn, Ehlers-Danlos xəstəliyini deyə bilərik ki, məsələn, Abşeronda, Qobu bölgəsində bu xəstəlik geniş yayılır. Necə bir xəstəlikdir? Azərbaycan bu xəstəlik əsasən belə deyim, birləşdirici toxuma degenerasiyası ilə əlaqəli olan xəstəlikdir. Yəni dərinin nazilməsi, elastikliyin aşırı dərəcədə artması, bu hətta bu təkcə bizim üstdə olan dəri deyil, eyni zamanda biz bilirik ki, daxili orqanlarımızın da üst hissəsi müəyyən bir təbəqəli birləşdirici toxuma ilə, bəli, birləşdirici toxuma təbəqəsindən ibarətdir ki, bu təbəqənin funksiyasının pozulması, nazilməsi, nəticədə qan damarlarının tez partlaması, tez zədələnməsi və s. kimi xüsusiyyətlərə gətirib çıxardan bir xəstəlikdir və məsələn, Qobu bölgəsində aparılan belə deyim, qeydiyyata alma zamanı müəyyənləşdirilib ki, Qobu bölgəsində olduqca geniş yayılıb bu xəstəlik. Halbuki dünyada çox azdır. Halbuki dünya üzrə biz nadir xəstəlik kateqoriyasında olan bir xəstəlikdən danışırıq. Eyni zamanda dünyada geniş yayılmış xəstəliklərdən talasemiya xəstəliyi Azərbaycanda çox geniş yayılmış bir xəstəlikdir. Hətta bu istiqamətdə araşdırmalar da aparılır və Azərbaycan üçün spesifik olan bir gen də tapılmışdı. Dünya üçün yeni və Azərbaycan üçün spesifik olan bir gen də tapılmışdı və bu da İtaliyanın İtagen bazasına daxil edilmişdi. Və eyni zamanda 2009-cu il məsələn qohum evliliklərinə gəlsək, bir də onu da qeyd edim ki, misal üçün Azərbaycanda hazırda 12 nəfərdən biri talasemiya daşıyıcısıdır. Bunun səbəbi nədir? Genetik müxtəlifliyimizin az olması deməkdir. Bəli, gen hovuzumuzun daralması və gen hovuzumuzun belə deyim, təmiz olmaması kobud desək deməkdir. Və eyni zamanda məsələn statistik göstəricilərə baxsaq, Azərbaycanda qohum evliliyi olduqca geniş yayılmış bir durumdadır və 2009-cu ildə məsələn çox verilişlərdə də bunu qeyd edirəm. 2009-cu ildə aparılan araşdırmada Azərbaycandakı evliliklərin 52% qohum evliliyi idi. Və eyni zamanda 2012-ci ildə qeydiyyata alım zamanı, məsələn, talasemiyalı xəstələrin qeydiyyata alımı zamanı müşahidə olunmuşdu ki, 2184 nəfər talasemiya xəstəsidir 2012-ci ildə. 2011-ci ildə artıq bu biraz da azalmışdı. Hər və geri getdikcə bu xəstəliklərin 1950, daha sonra 1650-yə qədər düşdüyünü, 2010-cu ildə 1650 idi. Yəni hər il sanki 300 xəstə artım müşahidə olunmuşdu. Və 2012-ci ildə aparılan bu araşdırmada bu xəstələrin, yəni 2184 xəstənin belə deyim 1386 nəfəri 17 yaşlı uşaqdır. Çox böyük göstəricidir və təəssüflər olsun, çox üzücü bir durumdur bu durum. Və bunun qarşısını almaq üçün biz təbii ki, genetik müxtəlifliyimizi artırmalıyıq və bunun üçün müəyyən profilaktik tədbirlər görülməlidir ki, bu cür durumların qarşısı alınsın, gen müxtəlifliyimiz zənginləşsin, gen hovuzumuz təmizlənsin və bunun üçün də təbii ki, insanların ilk öncə maariflənməsinə ehtiyac var. Ona görə düşünürəm ki, dövlətimiz çox doğru bir addım atıb. Yəni çünki təkcə bizim dövlətdə deyil, məsələn, pravoslavlar, katoliklər, onlar da, məsələn, pravoslavlarda səhv etmirəmsə 7-ci nəslə qədər, amma katoliklərdə 4-cü nəslə qədər evliliyi qadağan edir. Rəsmi olaraq onlar da qadağandır və biz bilirik ki, dünyada ümumiyyətlə xristian dinin çox geniş yayıldığını düşünsək, deməli bu istiqamətdə ən azından onlar da profilaktik tədbir məqsədli müəyyən işlər görürlər. Birinci dərəcəli qohumlardan danışdıq, qadağan olunmasına, amma 2-3-cü dərəcəli qohumlar da
risk faktoru Bəli, daşıyır. risk faktoru içərisindədir. Çünki biz burada fokuslanmırıq ki, ancaq birinci dərəcəli əmi qızı, dayı qızı və s. Bu cür Qadağan fokuslanmamız edilməsə də özümüzə bir qadağı Bəli, qoymalıyıq ona görə sanki. maariflənməlidir insanlar ki, biz qohum olma o deməkdir ki, bizim ortaq genlərimiz var artıq və bu da onların üst-üstə düşmə. Az öncə dediyim kimi o iki allelin yan-yana gəlmə ehtimalının çox olması deməkdir. Və qohum olma artıq normalda 1-3% olan riskin 12%-ə qədər, 8%-ə qədər, 12%-ə qədər artmasına gətirib çıxardır. Və eyni zamanda təsəvvürünüzə gətirin, ümumiyyətlə qohum evliliyi düşünməyin ki, xəstəlik yaradır. Qohum evliliyi xəstəliyi yaratmır. Qohum evliliyi xəstəliyin əsas yayılma faktorudur. Bir budur düşüncəndə formalaşır. Çünki bəzən danışdıqda insanlar elə başa düşürlər ki, qohum evliliyi xəstəliyi yaradır. Yaratmır. O xəstəliyin yayılma faktorudur. Çünki bizim ortaq genlərimiz var və o ortaq genlərin ortaya çıxmasına səbəb olur. Nəticə etibarilə əsasən qohum evliliklərində uşaqlıq yaşında ölüm, erkən düşüklər, əqli geriliklə bağlı müəyyən simptomların ortaya çıxması halları daha çox müşahidə olunur. Çünki metabolik irsi keçən metabolik xəstəliklər, hansı ki bunlar da əqli geriliklə bağlı müəyyən əlamətlərə gətirib çıxarda bilər. Bu və yaxud da müəyyən genlər hansı ki sırf əqli geriliklə əlaqəli müəyyən sindromlar var ki, o sindromların birbaşa ortaya çıxmasına səbəb ola bilər. Təbii ki, bunun üçün insanlardakı müəyyən miflərin qarşısını almaq lazımdır, düşüncələrin qarşısını almaq lazımdır. Şalə xanım, deyək ki, artıq iki qohum öncəki dönəmlərdə ailə həyatı qurub və onların genetik olaraq bir xəstə övladları dünyaya gəlib. Bu övladlar özləri ailə həyatı qurarkən övladlarının genetik xəstə olma ehtimallarını artırırmı? Məsələn, biz düzdür, qohum evliliyindən danışırıq, ancaq düşünməyək ki, ancaq qohum evliliyi olduqda müəyyən bir xəstəlik ortaya çıxa bilər. Təbii ki, qohum olmayan insanların da evliliyinə müəyyən xəstəliklər ya de novo şəkildə, ya da ki, həqiqətən təsadüfən o gen müxtəlifliyin azlığı və yaxud da ortaq müəyyən daşıyıcı genlərə sahib olması nəticəsində xəstəliyin ortaya çıxma halı müşahidə oluna bilər. Düşünək ki, qohum evliliyidir və ya qohum evliliyi deyil. Hər ikisi daşıyıcıdır və nəticədə onların resessiv xəstəlik daşıyıcısıdır və bunların bu genlərin üstə düşməsi nəticəsində xəstə uşağın doğulması həyata keçirilir. Və bu xəstə uşaq əgər həyatda qalma qabiliyyətinə malikdirsə, müəyyən terapiyalarla müalicəsi mövcud olan, belə deyim, terapiyalara məruz qalıb həyat fəaliyyətini normal davam elətdirə bilirsə və gələcəkdə övlad sahibi olacaqsa, hansı hallarda bunun ortaya çıxma halı müşahidə olunur? Belə ki, əgər homoziqotdursa, pasiyent homoziqot bir genin daşıyıcısıdırsa, bu zaman o daşıyıcı olaraq sağlam biri ilə həmin o daşıyıcı və yaxud da homoziqot olan, yəni xəstə olduğu o gende bir mutasiya olmayan biri ilə ailə qurduqda, təbii ki, onun övladında resessiv xəstəlikdirsə, o sadəcə daşıyıcı olaraq ötürüləcək. Və nəticə etibarilə uşaq daşıyıcı olacaq, heç bir simptoma malik olmaya bilər. Amma daşıyıcı deyilsə, bu zaman təbii ki, fərqli formada olacaq. Bir də ki, o insanın homoziqot olması, onun övlad sahibi olmasına əngəl deyilsə, təbii ki, bu proses davam edə bilər. Və ya bəzi xəstəliklər var ki, bunlarda heterozigot olsalar da bir neçə məsələn, FMF xəstəliyindən danışsaq, aralıq dənzi qızdırması, bəli, MEF genində müəyyən bölgələrdə heterozigot mutasiyaların olması belə müəyyən simptomların ortaya çıxmasına gətirib çıxardır. Birdən çox heterozigotun, homozigot deyil də, heterozigotun olması da müəyyən simptomların ortaya çıxmasına, hətta müəyyən dərəcə ağır olmasına gətirib. Çünki compound dediyimiz bölgələr var, bir-birlə əlaqəli. Və bunların olması, tutaq ki, mən də FMF daşıyıcısıyam, eyni zamanda yoldaşım da FMF daşıyıcısıdır, fərqli bölgələrdir və biz onların hər birini də ötürə bilərik övladımıza, birini də ötürə bilər, fərqi yox. Bütün ehtimallarda ya simptomlar daha ağır şəkildə, daha yüngül şəkildə üzə çıxmasına səbəb olacaq. Yəni dediyim kimi, ancaq mən heterozigotam, resessivəm və yoldaşım da resessivdir və bu zaman bizdəki simptomlar dolayı bizdə və yaxud da simptom heç yoxdur. Bəzi hallarda müəyyən kiçik simptomlar özünü göstərə bilər. 25% halda o uşaq risk altındadır. 25% halda o xəstəliyi birbaşa özündə göstərəcək. Digər halda təbii ki, xəstəliyi özündə göstərməyəcək. Bu ilk uşaqda da özünü göstərə bilər, dördüncü uşaqda da özünü göstərə bilər. Bəs Şəli xanım, belə deyək, biz qohum evliliklərindən danışdıq. Bir araşdırarkən belə bir şey gördüm ki, nəinki qohumluq, hətta eyni ərazidə yaşayan insanlarda belə xəstəliklərin, genetik xəstəliklərin ötürülmə ehtimalı digər bölgələrlə ailə həyatı qurmaqdan daha tez və daha rahat olur sanki. Genetik xəstəliklərin yayılması. Burada müəyyən effektlər rol oynayır əslində. Müəyyən bölgələr var ki, biz bilirik ki, Azərbaycanda da o cür bölgələr var ki, onlar düşünürlər ki, bu məsələn bu rayondan kənardan qız alıb
və yaxud da oğlanla evlənilməyəcək və s. Bu nəyə gətirib çıxardı? Hı -hı. Məsələn, burada bottleneck effekt dediyimiz və ya burada qeyri-rəsmi qohumluq və ya nə deyək buna, deyə bilərik ki, genetik müxtəlifliyin azalmasına gətirib çıxardır. Yəni ola bilər fərqli-fərqli insanlardır, amma eyni bölgədə yaşayır və nəticə etibarilə de novo şəkildə də bir mutasiyanın çıxma halı müşahidə oluna bilər, bəlkə də yoxdur ümumiyyətlə heç bir və onun yavaş-yavaş artmasına və ya eyni bölgə daxilində olduğuna görə biz rəsmi olaraq qohum olmasaq da, bizim uzaq-uzaq qohumlarımız bir bölgədə əgər daim qız alıb qız vermə durumu varsa, uzaq-uzaq bir qohum düşmə ehtimalı var. Nəticə etibarilə uzaqdan gələn bir gen var ki, o genin təbii ki, mutasiya halının o yayılması, xəstəliyin yayılması, hər dəfə övladın xəstə şəkildə doğulması, erkən düşüklər bu cür problemlərin ortaya çıxmasına gətirib çıxarda bilir. Azərbaycanda kənddə və qəsəbələrdə hər kəs bir-birindən qohumdur zaten. Bəli. Məsələ də biraz ona varır sanki. Bəli, biraz bir neçə nəsil arxaya keçək. Nənə deyil də, nənəmizin nənəsinə keçək, bəlkə də qohum çıxacaq. Siz zaten mövzunun əvvəlində dediniz ki, bəzi ölkələr hətta 4-cü, 7-ci nəsil evlilik belə deyək, qadağan eləyiblər. Bu da bir növ elə o səbəbdən olur. Bəli. Maraqlı nüanslara toxunduq. Artıq bir neçə ildir ki, uzun illər olar artıq ölkədə yəni qohumdan asılı olmayaraq iki şəxsin ailə həyatı qurması zamanı müxtəlif analizlər tələb olunur və rahatlıqla insanlar bu analizlər verərək evlənə bilərlərmi? Yəni gələcəkləri üçün təbii ki, insanların öz seçiminə buraxılır, amma yenə də müxtəlif məlumat verici belə deyək, nəticələr verirlər insanlara. Bəs sizcə bu analizlərdən əlavə hansı analizlər verilərsə, genetik analizlər, cütlüklər arası hansı genetik analizləri versələr və ki, hansı genetik konsultasiyaları alsalar daha effektiv olar onların gələcək həyatları üçün, gələcək övladları üçün? Deməli, ümumiyyətlə istər qohum olsun, istər qohum olmasın, fərqi yoxdur. Və ailə planlaması edilirsə, genetik analizlər olması şərtdir. Bu təbii ki, onların uşaq planlaması üçün əsas şərtdir. Yəni ki, övlad sahibi olmayan insanların belə bir problemi yoxdur. Məsələn, onlar nəyə diqqət yetirməlidirlər? İlk öncə başda da dediyim kimi, karyotip analizi vermək məcburdur ki, onlar da bilsinlər ki, hər hansı bir balanslı translokasiya varmı, yoxmu? Yəni biraz açıqlasaq tam olaraq. Burada məsələ nədir? Yəni ki, xromosomda hər hansı bir bu xromosomda baş verən dəyişim, translokasiya müəyyən bir bölgələrin öz aralarında dəyişimi deyək. Bu cür bir dəyişim var və burada bir gen itkisindən danışmırıq, müəyyən bir dəyişimdən danışırıq və bu varmı, yoxmu? Bunu müəyyənləşdirir. Bu məndə simptomatik olaraq balanslı olduğuna görə, heç bir gen itkim olmadığına görə özünü göstərməyəcək. Amma mənim övladımda özünü göstərə bilər, erkən düşüklərə səbəb ola bilər, onun müəyyən bir sindromla doğulmasına səbəb ola bilər və s. Bunun yoxlanılması üçün və yaxud da karyotipimdə həqiqətən mənim xromosomlarım hamısı normal haldadırmı? Bunu müəyyənləşdirmək üçün vacib olan analizlər qrupuna aiddir. Digər qrupa aid olan genetik konsultasiya şərtdir. Genetik konsultasiya müəyyən bir nəsil ağacı qurub müəyyənləşdirir ki, həqiqətən məndə irsi ötürülən, mən özümün də diqqət yetirmədiyim, bilmədiyim, irsi ötürülən heterozigot, resessiv və ya dominant bir xəstəlik varmı, yoxmu? Ola bilər insanlar məlumatsızdırlar, amma genetik konsultasiyada konsultant verdiyi suallar əsasında bu tərtib olunur. O ağac qurulur və ən azından planlaşdırılır. Bəlkə də onun məlumatı olmadığı, indiyə qədər ortaya çıxmayan bir xəstəlik, hər hansı bir nəsildə və yaxud da ulu nənədə, babada olan bir xəstəliyi bilmirdilər ki, o genetik götürülə bilər. İndi onun övladında çıxma ehtimalını ortaya qoya bilir. Ona görə genetik konsultasiya olduqca şərtdir bunu təyin etmək üçün. Bundan sonraki mərhələdə təbii ki, onlar müəyyən, əgər belə bir durum olursa, genetik konsultasiyadan sonra onsuz da yönləndirilir ki, hansı analizlər verilsin. Burada ola bilər ki, daşıyıcılar özlərinin xəbərləri yoxdur və yaxud da müəyyən bir genin daşıyıcı olma ehtimalı var. Bəlkə də daşıyıcı deyillər. Ancaq konsultant onları yönləndirib istiqamətləndirə bilər ki, filan daşıyıcılıq analizləri verin. Nəticə etibarilə ən azından bu ehtimal varsa da, bundan sonraki mərhələnin necə izlənilməsi gərəkdiyi istiqamətində onları yönləndirə bilər, tövsiyələr verə bilər. Düşünək ki, məsələn, hamiləlik gerçəkləşir. Bundan sonra təbii ki, amniosintez analizi və yaxud da karyovirus, yəni biopsi analizi həyata keçirilir.
keçirilə bilər və bunun nəticəsində həmin embrionda hər hansı bir mutasiya patogen hal varmı, onun karyotipi vəziyyəti necədir və s. kimi bu analizlər həyata keçirilə bilər. Bu profilaktik tədbirlərdir. Təbii ki, biz ancaq məlumatı veririk, hansı simptomun ortaya çıxacağını və gələcəkdə onların nəyin gözlədiyini məlumatını veririk. Seçim yenə valideynlərin olur. Və digər bir halda təbii ki, hamiləlik öncəsi bir planlama, hamiləlik planlanması zamanı belə daşıyıcılıq halı varsa, belə xəstəliyin uzaqdan nəsildən gəlmə, irsdən ötürülən bir xəstəlikdən danışırıqsa, təbii ki, burada preimplantasiya genetik diaqnostika dediyimiz, yəni doğru sağlam embrionun seçilib və təbii ki, onunla PGD dediyimiz analiz, bu analiz vasitəsilə sağlam bir övlad sahibi olmanı gerçəkləşdirmək mümkündür. Bəs doktor, indi insanlarımız bir növ belə deyək, bu genetik konsultasiya olsun, genetik analiz olsun, ölkəmizdə hələ ki geniş yayılmayıb. Yəni insanlarımızın çox da belə məlumatı olmadığı bir sahədir. Bəs hansı ixtisas qrup həkimlər onları bu genetik konsultasiyalara yönləndirməlidirlər? Əslində biz düşünsək ki, bütün xəstəliklərin bir tərəfdən gedib toxunduğu bir genetik yönü var. Amma hazırda təbii ki, ginekoloqların, kardioloqların, nevroloqların, pediatrların, hər birlərinin, yəni ki, o qədər gastroenteroloqların, fərqi yoxdur, bütün sahələrin hər birinin genetika ilə müəyyən bir əlaqəsi var. Çünki düşünək ki, bütün xəstəliklər, metabolik xəstəliklərimizin belə əsasından bizim genlərimizin ekspressiya məhsuludur və genlərimiz nəticəsində idarə olunur. Bu zaman biz mütləq şəkildə bir genetiklə daima əlaqədə olub, baş verən prosesi, hadisəni onunla diskussiya edərək bir multifunksional bir iş olmalıdır. Yəni bir neçə həkimin birlikdə gördüyü iş daha təbii ki, dəyərli bir iş olacaq. Bəli, kompleks bir yanaşma olacaq və o zaman ən azından xəstəyə daha doğru müalicəni də tətbiq etməsi həyata keçirilə biləcək. Yəni buna birmənalı ancaq filan istiqamətdə olan həkimlər genetiklərlə əlaqə saxlasın deyə yanaşa bilmərik. Bir də dünya üzərində daha çox genetik laboratoriyalar, genetik mərkəzlər, daha çox elmi araşdırmalar üçün də istifadə olunan bir qurumdur. Bizim ölkəmizdə də bu tip elmi araşdırmalar aparılırmı və o araşdırmaların bir parçası kimi genetikadan geniş istifadə olunurmu? Genetik laboratoriyadan geniş istifadə olunurmu ölkəmizdə? Bəli, Azərbaycanda da bu istiqamətdə araşdırmalar aparılır. Məsələn, az öncə dediyim kimi talasemiya xəstəliyinə ilə əlaqəli Azərbaycana aid bir gen, spesifik bir gen, hansı ki dünyada deyil. Bu İtaliyanın İtagen bazasına daxil edildi. Burada tapıldı və daxil edildi. Eyni zamanda da burada da bu istiqamətdə araşdırmalar aparılır. İndiki dövrdə belə deyim, PhD oxuyan tələbələr də çoxdur və əsasən də genetikaya maraq da artıb və insan genetikası istiqamətindən bu istiqamətdə müəyyən tədqiqat işləri də aparılır. Çox maraqlı, istər süd vəzi xərçəngi ilə əlaqəli Azərbaycan populyasiyasındakı durum. Məsələn, mən özüm non-alkolik yağlı qaraciyər xəstəlikləri üzrə istiqamətdə iş aparıram və bu istiqamətdə işlərimi təbii ki, Azərbaycanda yaşayırıq. Buradakı müəyyən mərkəzlərdə aparıram eyni zamanda və nəticə etibarilə mənim kimi başqa eyni zamanda qeyd edə bilərik ki, iltihabi bağırsaq xəstəlikləri bunu genetik cəhətdən genetik faktorların araşdırılması istiqamətində hazırda işlər gedir və ətrafımda əməkdaşlar var və o əməkdaşlar hansı ki, Azərbaycandakı genetik durumun dəyərləndirilməsi ilə bağlı çox gözəl işlər görür. Eyni zamanda müəyyən layihələr var. Məsələn, Azərbaycanda eyni zamanda mən 3 il əvvələ qədər o layihənin içərisində idim mən də və bu layihə nə ilə əlaqəlidir? Azərbaycanda hesablayıb müəyyənləşdirməyə çalışırlar ki, məsələn, spinal əzələ distrofiyası SMA xəstəliyinin Azərbaycandakı vəziyyəti nə yerdədir? Biz bilirik ki, resessiv xəstəliklər geniş yayılır və aparılan təbii ki, həmin layihə əldə davam edir və bu layihə əsasında mən orada o layihənin içində olduğum dövrdə də müəyyənləşdirdik ki, Azərbaycanda olduqca geniş yayılıb və gələn pasiyentlərin düşünməyək ki, hamısı qohum idi. Təbii ki, yarıdan çoxu qohum idi. Gələnlər deyirdi dayı qızı, xala qızı və s. və düşünün ki, 100 xəstənin 20-sində, 30-unda biz xəstəlik müşahidə edirdik. İkisində, üçündə 2-3%-dən danışmıram. 20-30%-dən danışıram. Çox böyük bir göstəricidir. Eyni zamanda bunların içərisində qohum olmayanlar da vardı ki, və deyirlər, biz axı qohum deyilik, necə oldu yəni? Bu gen hovuzumuzun dar, genetik müxtəlifliyimizin az olması ilə əlaqəlidir ki, öncəki söhbət, qohum olmasa belə, yəni 4-cü, 5-ci dərəcəli. Bəli. Və gətirib bu cür vəziyyətə gətirib çıxardı ki, bu əslində çox bizi, belə deyim, heyfsləndirəcək ya kədərləndirəcək bir durumdur ki, bu əslində insanları da çox qınanılacaq bir vəziyyət deyil. Maarifsizlikdən və məlumatsızlıqdan dolayıdır və bizim indiki məqsədimiz də o insanların maariflənməsidir ki, müsbət tərəfi odur ki, artıq yəni gənclər bu vəziyyətin fərqindədir. Müəyyən qədər fərqindədirlər. Bəli.
Bu da son dönəmlər, yəni ölkəmizin bu istiqamətdə biraz maarifləndirmə işini daha da Bəli. artırmasıdır və düşünürəm ki, yəni gələcək bir 10 il, 15 il ərzində böyük ehtimal bu kimi problemlərdən çox daha az faizlə əziyyət çəkəcək. Şahilə xanım, bir məsələni də mənə maraqlıdır. Deməli, biz genetik olaraq deyək ki, sağlamıq, amma biz geni pozulmuş qidalarmı deyək, meyvələrmi deyək, bunların istifadəsi etdiyimiz zaman bizim gələcək övladımızın genetikasına təsir edərmi bu? Biz əgər bir sağlam fərdiksə, bu genetikası dəyişdirilmiş, belə deyim, qidaların qəbulu başqa bir mövzudur və genetikası dəyişilmiş qida dedikdə bu nədir? Məsələn, bir bitkinin və yaxud da bir hazırda yediyimiz qarğıdaldan nəyisə danışsaq, yəni ilkin qarğıdalı ilə indiki qarğıdalı arasında çox böyük bir fərq var. Biz ilkin qarğıdalını yeyə bilməzdik. Genetikası dəyişilmiş bir bitkidir və genetikasının dəyişdirilməsi o demək deyil ki, burada genetikası dəyişdirilib, mən bu qidanı yesəm birbaşa mənim genimə təsir edəcək, genimdə müəyyən bir dəyişmə səbəb olacaq. Bu istiqamətdə olduqca geniş işlər də görür. Məsələn, FAO dediyimiz bir bölmə var ki, orada bu istiqamətdə araşdırmalar da aparılır və neytral bir mövqe tapılıb. Nə zərəri, nə xeyri ilə bağlı bir məlumat tapılmayıb və 2018-ci ildə mən o FAO-da da iştirak etmişdim və orada mənə bu məlumat çox maraqlı idi ki, həqiqətən mənfi və ya müsbət yönlü bir təsirindən danışıla bilirmi? Mənfi və ya müsbət yönlü bir təsirindən danışıla bilmir. Çünki biz düşünməyək ki, qidanın əgər tərkibi dəyişilir və geni yəni GMO dediyimiz bir qidadan danışırıqsa, bu elə geni dəyişdirilib satışa buraxılır. Bu belə deyil. Bu müəyyən mərhələlərdən keçir və o mərhələlərdən keçən zaman əgər cüzi bir satışa buraxıldıqdan və qəbul edildikdən sonra allergiya və ya digər bir simptoma səbəb olursa, satışdan yığışdırılır o qidalar və bu cür ancaq simptomlara təsir səbəb ola bilər, belə deyim. Ancaq fokuslanmayaq ki, mənim ancaq GMO orqanizm, belə deyim, qidalar qəbul etdikdən sonra mənim genimdə bir dəyişim baş verə bilər və s. Biz genlərimizi müəyyən dərəcə idarə edə bilərik. Mənim qəbul etdiyim qidalar, fərqi yoxdur, GMO-dur və ya digər, yuxu rejimim, həyat tərzim, bunlar hamısı bizim genlərimizə təsir edə bilər. Amma bu demək deyil ki, genlərimizin quruluşunu, genlərimizdə belə deyim, bir mutasiya yaradır. Bir mutasiya yaratmır. Oradakı nukleotid ardıcıllığında, belə deyim, kitabın hərflərindəki o hərflər, sözlərdəki hərflərin dəyişməsindən danışmıram. Ancaq ora hər hansı bir düşünün ki, belə deyim, bir metil qrupun birləşməsi. Buna nə deyir? Sözdür, sözün kənarında bir əlavə xətt qoymusunuz kimi düşünün. O sözə bir dəxli yoxdur, ancaq kənarında bir xətt, bir quruluşunda bir format dəyişikliyi bəli yaratmısınız. Bu cür dəyişimlərə səbəb ola bilər. Qəbul etdiyimiz dərman preparatları, məsələn, adi hamiləlik dövründə fol turşusunun həddindən artıq qəbul edilməsi metil epigenetik dəyişikliyə səbəb ola bilər və əqli geriliyə gətirib çıxarda bilər. Eyni zamanda folatın az defisiti, ağır defisiti bu da əqli geriliyə gətirib çıxarda bilər. Eyni zamanda məsələn fobiyalarımız düşünürük və ya tutaq ki, atamız və yaxud da ulu babalarımız aşırı siqaret qəbul edən insanlardır və yaxud da depressiv insanlar olub və bunlar hamısı hardan onlardan epigenetik olaraq ötürülüb gələ bilir. Bəs düşünsək ki, bu zaman biz genetik mutasiya deyil də epigen, bu biraz fərqli bir mövzudur. Ancaq ən azından fərqində olmaq ki, biz bunları idarə edə bilirik. Çünki epigenetik dəyişiklik heç bir müdaxilə olmadıqla 3-5 nəsildən sonra qırılır və məsələn tutaq ki, mənim ulu babam siqaret çəkən və ağır siqaret çəkən biridir. Bu artıq nəyə? Artıq diabet, ürək-damar xəstəliklərinə meyilliyi məndə artırmış olur o genlərlə əlaqəli olaraq. Mənim atam qəbul etmir, mən qəbul etmirəm. Siqaret elədir ki, siqaretin bir də ki, tütünlə əlaqəli olaraq epigenetik dərəcə möhkəm bir bağlanma yaradır və mən qəbul etmirəm, mənim övladım qəbul, nəticə etibarilə bunu qıra bilirəm. Mən indi qıra bilmərəmmi? Təbii ki, indi də qıra bilərəm. Mənim hətta ulu babam da qıra bilərdi. Məsəl üçün onu kəsir, necə? Ancaq tamamilə təmizləyə bilər. Amma o qırmayıbsa, mən qırım, mənim nəvəm. Bəli, belə qıra-qıra gedə bilər. Ancaq qırmır, onu möhkəmləndirə bilərik. Tutaq ki, ulu babadır, atadır, gəlir və məndə də möhkəmdir. Mən necə qıra bilərəm? Təbii ki, siqaret qəbul etmirəm, sağlıqlı yaşam tərzi seçirəm. Eyni zamanda müəyyən imkan vermirəm ki, məndə folat defisiti yaransın, fol turşusu əksikliyi yaransın. Fol turşusu səbəb ola bilər ki, həmin o metil qrupları qırılsın və nəticə etibarilə mən də özümü də sağlıqlı hala gətirirəm. Özümdəki o meyilliyi də azaldıram. Eyni zamanda övladımdakı o meyilliyi də azaldıram. Hətta 41-45 dövründə olan müharibə dövründə
O dövrdə yəni orada müəyyən bir yadımdadır ki, ölkədə Hollandiyada qidanın ölkəyə daxil olmasının qarşısı alınmışdı və nəticə etibarilə o dövrdə aşırı aclıq çəkilmişdi və aclıq dönəmindən sonra bu epigenetika istiqamətində aparılan araşdırma nəticəsində müşahidə olundu ki, o dövrdən gələn insanların övladlarında ürək-damar xəstəliyi riski həddindən çox azalıb. Amma onlarda nəyin travması qalmışdı? Aclığın travması. Onların övladlarında diabet artmışdı. Ondan sonraki nəsildə həm diabet, həm ürək-damar xəstəliyi artmışdı. Və birbaşa əlaqəlidir. Yəni onu bildirmək istəyirəm. Biz genlərimizi müəyyən dərəcə idarə edə bilirik və idarəsini əlimizə almalıyıq. Biraz da bizi qorxudur ki, artıq yəni hər halda öncəki dönəmə nisbətdə daha sağlıqsız qidalanırıq və gələcək nəsillər üçün də biraz təhlükə atmış oluruq gələcək nəsillər. Özümüz bir kənara, gələcək nəsilləri bir növ. Bir də onu da qeyd etmək istəyərdim ki, məsələn, bəzi multifaktorial xəstəliklərdən danışsam, multifaktorial nədir? Yəni ətraf mühit faktorları da təsir edə bilər. Bu dediyimiz əslində onlardır. Bəli, yaşam tərzimiz, seçdiyimiz yol bizim genlərimizdə müəyyən kiçik də olsa dəyişikliklərə pis və ya yaxşı yöndə təsir edə bilər. Bunun fərqində olaq. Tək evliliyin biraz da üstünə atmaq lazımdır sanki. Bir çox faktora nəzər yetirmək lazımdır. Yəqin bəs Jalə xanım, bir əkiz övladın birinin sağlıqlı, birinin sağlıqsız olması, yəni son dövrlər əkiz övladların da sayı biraz artmaqdadır. Birinin sağlıqlı, birinin sağlıqsız, birinin güclü, birinin nisbətən daha az güclü olması, bu eyni gendən gəliblərsə bu uşaqlar necə bu baş verə bilər? Əslində bizim dünya üzrə statistik olaraq hər birimizin, yəni insanlar olaraq eyni genlərə sahibik. Təbii ki, müəyyən 99,9% eyniyik. 0-dan ancaq onda bir faiz fərqimiz var. Bu fərqimiz də nə ilə əlaqəlidir? Müəyyən bölgələrlə. O qədər eynidirsə bəs bir-birimizdən niyə belə fərqliyik? Niyə bənzəyir? Çünki bizdəki müəyyən tək nukleotid polimorfizmlər dediyimiz, yəni o genlərdə nukleotid ardıcıllığımızda, yəni kitabın hərflərində sözlər və ya da cümlələr demirəm. Bütöv hərflərdən danışıram. Hərflərin müəyyən yerlərində dəyişikliklər var ki, o hərflərdəki dəyişim mənim genimin ekspressiya məhsulunu dəyişmir, genim sağlıqlı yerində durur. Amma fərqli, o kiçik fərqlərə ehtiyacımız var ki, saçımız, gözümüz, boyumuz, eyni zamanda xəstəliklərə verdiyimiz reaksiya belə dəyişir. Bunların hamısı təbii ki, o tək nukleotid polimorfizmləri ilə əlaqəlidir. Əkizlərə gəlsə, məsələn, tək yumurta əkizlərindən danışsaq, eyni bir genoma malikdir. Bəs bunlarda necə olur bunlarda? Onlarda yoxdurmu bu cür tək nukleotid polimorfizmləri? Təbii ki, müəyyən dərəcədə tək nukleotid bizə normal insanlarda, fərqli insanlarda nisbətən daha azdır, ancaq onlarda da var. Eyni zamanda az öncə dediyimiz o epigenetik dəyişiklik onların seçdikləri yaşam tərzi, onların genlərində müəyyən epigenetik dəyişikliyə səbəb olur, onun ekspressiya məhsuluna təsir edə bilir. Nəticə etibarilə biri xəstə ola bilər, biri sağlam ola bilər. Biri daha dözümlü olur xəstəliklərə, biri daha zəif ola bilər və s. kimi bu cür simptomlar əmələ gəlir. Birinin özündə çillər əmələ gəlir, birində də əmələ gəlmir. Bunlar hamısı birinə bu dediyim epigenetik dəyişim və yaxud da SMP ilə əlaqəlidir. Jalə xanım, düşünürəm ki, çox maraqlı bir söhbət alındı izləyicilərimiz üçün. Yəqin ki, izləyicilərimiz də bizə qatılar. Bir çox sualı cavablandırdınız. Evlilikdən başladıq, genetikamızdan başladıq, əkiz övladlara qədər. Çox sağ olun, təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Ümid edirəm ki, izləyicilərimiz üçün də faydalı bir podkast olacaq və izləyəcəklər, maariflənəcəklər. Təşəkkür edirəm bir daha. Mən təşəkkür edirəm. Yəni bizə belə bir şans yaratmısınız. Xalqımızı maarifləndirmək üçün, məlumatlandırmaq üçün ümid edirəm ki, faydalı olar. İnşallah. Çox sağ olun. Təşəkkürlər əziz izləyicilər. Sehirli Xalat tibbi podkastını izləməyə davam edin.